Salam, sabahınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin həftənin şənbə günü olan buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Hər zaman olduğu kimi regionda və dünyada baş verən ən mühüm hadisələri, gərgin proseslərlə bağlı gedişatı canlı yayımızda, studiyamızda müzakirə edəcək. İlk sanilərdən isə yeni qoşulan daimi tamaşaçılarımıza, izləyicilərimizə hər birinizə ənənə vericamızı xatırladırıq. Mütləq verilişimizi bəyənməyi və eyni zamanda buna dək kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın ki, daim danışdığımız mövzuları, gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bu saat həftənin şənbə günü olan buraxılışımızın isə dəyərli qonağı, jurnalist, siyasi şərhçi, filologiya üzrə fəlsəfə doktoru Natəvan xanım Dəmirçioğlu bizimlə birlikdədir, studiyamızdadır. Hər vaxtınız xeyir olsun Natəvan xanım. Sağ olun, hər vaxtınız xeyir olsun və tamaşaçılarımıza salamlayıram, onların da günaydın olsun. Çox sağ olun, biz də sizə təşəkkür edirik ki, həftənin istirahət günü, şənbə günü olmasına baxmayaraq vaxt ayırıb, zaman ayırıb studiyamıza gəlibsiniz. Bir çox mühüm hadisələr var regionda, dünyada baş verən olaylar və xüsusilə də yola saldığımız həftə bu qədər qarışıq bir hadisələrin cərəyan etdiyi bir vaxtda Ərəfədə Türk dövlətində, Türkmənistanın paytaxtı Aşqabadda beynəlxalq sülh və tərəfdaşlıq, etimad ili nəsr olunmuş tədbir keçirildi və bu tədbirin mahiyyəti, önəmi ondan ibarətdir ki, bir tərəfdə 2022-ci ildən sonra işğalçı müharibə başladan Rusiya tərəfi, Rusiya prezidenti Vladimir Putin təmsil olunur, Ukraynada ağır döyüşlər gedir, gərgin əməliyyatlar, şiddətli müharibə. Başqa bir tərəfdən İranın Qəzzada törətdikləri, yaşadıqları, İsraillə toqquşmalar, konfliktlər, müxtəlif onların qruplaşmaları arasında gedən gərginlər hələ münaqişə ocağı bitməyib. Burada da tam olaraq atəşkəs əldə olunmayıb və gərginlik davam etməkdir. Belə bir ərəfədə İranın iştirakı, Türkiyənin ümumiyyətlə regionda və dünyada imici bəllidir. Türkiyə bu proseslərdə iştirak edir. Siyasi imici baxımından ən belə diqqət çəkən ölkələr arasında biz Türkiyəni, Rusiyanı və İranı qeyd etməliyik. Digər dövlətlər isə Türk ölkələri, yəni Türkmənistandır, Qazaxıstan, Qırğızstan və s. Onlar siyasi imic tərəfdən də yanaşı, yəni siyasi imic tərəfdən daha çox iqtisadi göstəricilərinə, potensiallarına görə dünyada lider ölkələrdən hesab olunur. Yəni adı çəkilən dövlətlər Türkmənistanı, Özbəkistanı və s. Biz isə buna Türk dünyası baxımından toxunacağıq ki, Türk dünyası baxımından bu görüşlər, bu tədbirlər, son keçirilən, belə deyək, toplantıların önəmi, mahiyyəti nə qədər, hansı şəkildə təhlil olmalıdır? İstərdim belə ilk olaraq bu səviyyədə fikirlərinizi öyrənək. Çox təşəkkür edirəm və kifayət qədər də ciddi mövzudur. Aşqabadda keçirilən bu forumun çox ilginc, belə çox düzgün seçilmiş də bir adı var idi. Yəni, beynəlxalq təsəvvür eləyin ki, etimad ili. Bu 2025-ci il beynəlxalq etimad ili. Doğrudan da bu saat dünyaya ən çox etimad lazımdır. Və həqiqətən də, yəni həm siyasi hadisələrdə, həm dünyanı bürümüş müharibələr fonunda, eyni zamanda iqtisadi əməkdaşlıq fonunda, mədəni inteqrasiya fonunda hər bir məsələnin fövqündə etimad dayanır. Bax, bu baxımından çox düzgün seçilmiş bir addır və mahiyyət etibarilə də çox düzgün seçilmiş məsələlərdir. Şübhəsiz ki, siz çox doğru qeyd elədiniz ki, regionda ən mühüm güclər oradaydı. Yəni, həm Türk dövlətləri, başda Türkiyə olmaqla, eyni zamanda Rusiya, İran və bunların hamısının bir araya gəlməsi, elə bunun özü həmin o etimada doğru böyük bir addım demək idi, böyük bir qapı açmaq demək idi. Bax, bu baxımdan əlbəttə ki, bu ciddi bir mahiyyət daşıyır. Amma bunun arxa planında həm də böyük bir Türk birliyi məsələsi var. Bizi də ən çox maraqlandıran və bizim üçün ən çox dividendlər vəd eləyən məsələ məhz bu Türk birliyi məsələsidir. Biz əvvəlcə ona aydınlıq gətirək ki, Azərbaycan son illərdə cənab Ali Baş Komandan İlham Əliyevin siyasətinin əsas istiqaməti həm də Mərkəzi Asiya doğrudur. Mərkəzi Asiya və Orta Asiya doğru. Baxmayaraq ki, biz bir Qafqaz Respublikasıyıq və ərazi baxımından Qafqaz ölkəsiyik. Amma Asiyada təmsil olunmaq, Orta Asiyada bu qədər sayılmaq və masa sahibi olmaq, bunun özü son dərəcə yüksək diplomatik bir nailiyyətdir. Və hətta biz cəsarət eləyib qeyd eləyə bilərik ki, 44 günlük Vətən müharibəsinin zəfərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük diplomatik
uğur Mərkəzi Asiya ilə, Orta Asiya ilə bu qədər yaxınlaşmaq və sonuncu konqresdə siz gördünüz ki, Azərbaycan tam hüquqlu üzv elan olundu. Və Azərbaycanın tam üzv olunması, tam hüquqlu üzv olunması Orta Asiyada, burada təsəvvür eləyin 6 türk dövlətinin bir yerdə olması deməkdir. Və bizim üçün qürur verici hadisə həm də ondan ibarətdir ki, biz həmin o birlikdə, yəni Mərkəzi Asiya və Orta Asiya birliyində bizə lazımdır deyə orada deyilik. Onlar bizə kömək və bizə dəstək kimi bizi öz içərilərinə almayıblar. Onlar eyni zamanda Azərbaycanın iqtisadi imkanlarını, Azərbaycanın siyasi nüfuzunu, Azərbaycanın diplomatik qalxımını nəzərə alaraq bizi öz yanlarında istəyiblər. Bax, bu məsələnin hər iki tərəf üçün xeyirli olan tərəfidir. Biz onlar üçün maraqlı dövlətiyik. Şübhəsiz ki, Orta Asiya və Mərkəzi Asiyanın içərisinə nüfuz etmək də bizim üçün çox böyük bir üstünlüklər deməkdir. Yəni, o region bizim üçün həm Çinə açılan qapı deməkdir, eyni zamanda kifayət qədər iqtisadi imkanları geniş olan, amma dənizə açılımı o qədər də olmayan dövlətlər üçün, dövlətlərlə yaxınlıq bizə əlbəttə sərf eləyir. Eyni zamanda Azərbaycanla əməkdaşlıq və Azərbaycanla bir ailə olmaq Orta Asiyaya sərf eləyir. Ona görə ki, Azərbaycan məhz onların Avropaya açılan qapısı rolunu oynaya bilir. Bax, bu baxımdan əlbəttə ki, biz bu birliyi, bu qardaşlığı, bu dostluğu biraz da daha da inkişaf elətdirmək imkanındayıq və Azərbaycan prezidentinin ixtisasca diplomat olması bütün bu uzaq hədəfləri yaxın eləyir. Yəni, bu tərif üçün deyil, bu reallıqdır. Çünki məhz diplomatik dünya görüşü və diplomatik baxış məhz uzaqda görünən üfüqləri təyin eləyə bilir, yaxınlaşdıra bilir. Bax, bu baxımından bizim təsəvvür eləyin ki, hələ qarşıda Zəngəzur dəhlizi məsələsi var və Zəngəzur dəhlizindən Orta dəhlizə keçid məsələsi var. Bunun hamısı məhz Orta Asiya ilə yaxınlaşımı ilə qlobal xarakter ala biləcək. Bax, bu baxımdan əlbəttə bu çox gözəl bir addımdır. Burada diplomatik baxışın müxtəlif elementlərini qeyd etmək olar. Qarabağ kimi uzun illik bir münaqişəyə son qoymaq və bunu üstəlik də postsovet məkanının keçmiş üzvlərindən, yəni keçmiş SSR içərisində yer almış dövlətlərdən biri olaraq və qonşuluğunda da Rusiya və İran kimi və dünyanın Ermənistanın havadar olaraq alət kimi gördüyü bir vaxtda, bir zamanda bu məsələləri həll etmək və indiki duruma gəlib çatmaq, bunun özü böyük bir strategiyadır, böyük bir uzaq görənlikdir. Çünki bunun konkret olaraq hansı yollardan, haralardan gəlib bugünə çatdığımıza baxdıqda nə kimi çətinliklər görmüşük və bugün hansı mərhələdəyik, bugün bunun misli görünməmiş biz örnəkləri ilə və nümunələri ilə qarşı-qarşıyayıq. Nəyə görə misli görünməmiş bunu deyirik? Çünki postsovet məkanı dövlətlərinə baxaq, hansı Azərbaycan qədər öz münaqişəsini həll edib, öz daxilində olan gərginlikləri, problemləri aradan qaldırıb və onların zamanında işğal olunmuş torpaqları bugün də belə o baskı, o təzyiq aləti kimi istifadə olunmaqdadır. Bunu istər Moldova ərazisində görə bilirik, istər Gürcistan daxilində bu gedişat öz təsirini göstərir və Ukraynada davam edən savaş da var. Yəni dünyanın belə bir çox dövlətləri keçmiş postsovet məkanına baxanda o daha çox Rusiya tərəfindən istifadə olunub, ilhaq olunub, ələ keçirilib və müəyyən məqsədlər üçün hələ də onlar o alət kimi və istifadə etməyə çalışırlar. Bu bölgələrdən öz maraqlarını təmin etmək üçün təbii ki, yerləşiblər. Bunlar hamısı göz qarşısındadır. Azərbaycan kimi nəhəng bu qədər dövlətlər var qarşımızda, bu qədər belə deyək, hadisələrin önünü kəsməyə çalışan qüvvələr var və Ukraynanın imkanlarına baxaq, başqa dövlətlərin nüfuzuna baxaq. Yəni bunlar müqayisədə Azərbaycan öz məhdud imkanlarını artıraraq, genişləndirərək daha da neft-qaz ölkəsi məhdud deməzdim. Sadəcə o bir mən də onu deyəcəkdim, onu əlavə eləmək istəyirəm. Əhali sayına görə baxaq. Ukraynadan nə qədər geridədir? Yox, şübhəsiz ki, yəni biz dünyanın böyük dövlətlərindən deyilik. Sadəcə dünyanın sözün həqiqi mənasında müstəqil olan dövlətlərindən biriyik və özü öz problemlərini həll edən, sizin dediyiniz kimi, eyni zamanda özünü iqtisadi cəhətdən ayaqda saxlayan dövlətlərdən biriyik. Bu da çox mühüm məsələdir və Mərkəzi Asiya və Orta Asiyanın eyni zamanda ümumi Türk
dünyasının Azərbaycanla bu qədər isti münasibətləri və mən yenə deyirəm, təkrar olaraq deyirəm ki, Qafqaz bölgəsində yaşamasından asılı olmayaraq və Orta Asiyada tam hüquqlu, bərabər hüquqlu üzv kimi Asiya Dövlətləri Birliyinə daxil olunmaq, bunun özü çox ciddi bir faktdır, həddindən artıq və sizin dediyiniz kimi biz heç kəsə yük olacaq bir durumda deyilik, əksinə bir çox dövlətlərin də problemlərini həll eləyə biləcək durumdayıq və bizim buna həm təsəvvür eləyin ki, tranzit logistik imkanlarımız var, eyni zamanda beynəlxalq əlaqələrdə bu imkanlarımız var. Zəngəzur dəhlizinin açılmasıyla bağlı artıq Zəngəzur dəhlizində infrastruktur məsələləri son həddinə gəlib çatmış və demək olar ki, bu tamamilə reallıqdır. Şübhəsiz ki, bunun siyasi tərəfləri var hələ, müəyyən məsələlər var, amma artıq bu iqtisadi cəhətdən, faktiki cəhətdən ortada real bir vəziyyətdir. Zəngəzur dəhlizinin açılması və bu böyük, təsəvvür eləyin ki, Çindən başlayaraq ta Avropaya qədər böyük bir yolu və bu eyni zamanda həm iqtisadi yoldur, bunu nəzərdə tutmalıyıq, bu həm mədəni yoldur, bu həm tarixi bir yoldur, eyni zamanda diplomatik bir yoldur. Yəni bu necə deyim, bir regiona aid, iki dövlətə aid bir məsələ deyil. Artıq bu tamamilə qlobal bir məsələdir və bunu etmək üçün və bu əraziyə daxil olmaq üçün artıq ölkələrin özündə bir maraq var. Artıq həmin dövlətlərin özünün də iqtisadi maraqları, siyasi maraqları və mədəni maraqları onları təşviq eləyir ki, Azərbaycanla münasibətləri daha sıx şəkildə qursunlar və bu tamamilə belədir. Yəni biz istədiyimiz üçün orada deyilik deyə biz bir qürur hissi keçirə bilərik. Və buna bizim əsaslarımız var. Bundan əlavə, axı Türk birliyi məsələsi də vardı bu Orta Asiya, Mərkəzi Asiya məsələsi, birliyi məsələsindən əvvəl. Orada da Türk birliyi məsələsində də yenə 6-7 Türk dövlətinin birgə iqtisadi inkişafı, eyni zamanda mədəni dünyaya inteqrasiyası, eyni zamanda bir-birindən daha sıx əlaqələri, hətta biraz da dərinə gedərək deyək ki, hərbi güclərin birləşdirilməsi məsələsi. Bunların hamısı çox ciddi məsələlər idi, amma kifayət qədər həm də təpki göstərilən bir məsələ idi. Çünki o bir gözəl bir söz var, deyir ki, Avropa Türkün atının ayaq səslərini hələ də unutmayıb. Ona görə Türk birliyi söhbəti masa üzərinə gələn kimi bu bir həyəcan doğurur dünyanın müxtəlif nöqtələrində, müxtəlif ərazilərində və həmin o həyəcanı bastırmaq üçün, həmin vəziyyəti biraz da transfer eləmək üçün bu Mərkəzi Asiya məsələsi möhtəşəm bir məsələ oldu. Eyni zamanda bu dünyanın dəyişən siyasi xəritəsinin real göstəricisidir. Yəni bu son dövrlərdə deyilir və həqiqətən də belədir ki, dünyanın siyasi xəritəsi dəyişməkdə davam eləyir. Tarixə nəzər yetirsək, Natəvan xanım, 1920-ci ilin əvvəllərindən ilə 1920-ci ildən və daha sonraki dövrlərdə baş verən proseslər SSR-nin daxilində Çar Rusiyasının devrilməsi, SSR adlı bir imperiyanın onu əvəz etməsi və ardınca Azərbaycana da məhz Cümhuriyyət dövrünü xatırlasaq, bu proseslərə işğalçı Rusiyanın, yəni Sovet imperiyasının tərkibinə qatılması, daha sonra Qazaxıstan, Qırğızstan, Özbəkistan və bütün Türk dövlətləri SSR daxilində birləşdilər. Zəngəzur da daha sonra qanunsuz olaraq Azərbaycan xalqının o dövrdəki təbii ki, siyasi proseslər nəticəsində Sovetlər Birliyinin ortaya qoyduğu ədalətsiz yanaşma bizi Zəngəzurun bizdən ayrılması ilə nəticələndi və tarixi ədalətsizlik 100 ilə yaxın davam etdi. İndi 100 ilə davam edən, 100 ilə doğru yönələn bir prosesin hansı səviyyə, hansı mərhələyə gəlib çatmasına biz o dövr hadisələrlə bugünkü dövrü qarşılaşdıqda çox maraqlı bir situasiya və mənzərə ilə qarşı-qarşıya qalırıq. Yəni Zəngəzur bizdən ayrıldı, qoparıldı. Türk dövlətləri arasında əlaqələr parçalandı, bölünmüş bir duruma salındı. Qazaxıstan, Qırğızstan, Özbəkistan və Türkmənistan, yəni bunlar hamısı, yəni Qazax, Qırğız, Özbək, Türkmən, Azərbaycanlı deyə adlandırıldı, amma bizim
ortaq türk baxışımız, ortaq türk mövqeyimiz, türk dünyası ilə bağlı düşüncənin tərəfdarı olan insanlarımız var idi. Əhməd Ağaoğlu olsun, Əlibəy Hüseynzadə olsun, Hüseyn Cavidlər, Əhməd Cavadlar və digərləri. Bunlar da bu mübarizənin belə deyək, hansısa bir formada davam etməsinə, ayaqda qalmasına çalışırdılarsa, o dövrün siyasəti, repressiyaları, təzyiqləri, yəni həm də o siyasi quruluş, siyasi sistem, Sovet ideologiyası buna imkan vermirdi, əngəl yaradırdı. Amma dövr zaman dəyişdi, müstəqilliyi əldə etdik, torpaqlarımızı işğaldan azad etdik. Yəni o dövr hadisələri, o dövrü yaşamış Sovetlər Birliyi dövründə yaşamış bir insan olaraq təbii ki, həm jurnalist, həm filoloq, həm də ümumiyyətlə siyasi proseslərin də içində olubsunuz. Yəni indiki mənzərəni xəyal etdikdə necə düşünürsünüz? Təsəvvürləriniz hansı şəkildə idi ki, nə vaxtsa yenidən bu türk dünyası, türk birliyi tamamilə qopmuş və parçalanmış vəziyyətdə idi. Bugünkü duruma gəlib baxdıq. Yəni o dövrü xatırlasaq, ağıllarımıza, beynimizə, təxəyyülümüzə gətirsəniz, yəni o dövrü yaşamış insan olaraq təbii ki, bugünkü hadisələr fonunda gözləntimiz nədir? O dövrdən bu dövrü müqayisə etsək. Demək, bütün bu suala, sizin dediyiniz bu suala cavab vermək üçün tarixi qısaca bir səyahət, 2 cümləlik eləyim. Orada biz türk dövlətlərinin parçalanması, bir-birindən uzaq düşməsinin düşünməkdən daha öncə 100 il müddətində biz Azərbaycanlıların qaçqın və köçkün olması, deportasiya olunması kimi mühüm bir məsələnin mücadiləsini aparmışıq. Siz təsəvvür eləyin ki, bu bəlkə də dünyada çox nadir xalqların tarixində ola bilər ki, bir xalq 4 dəfə deportasiya olunsun və eyni ərazilərdən deportasiya olunsun. 1905-ci ildə, 1918-ci ildə, 1948-ci ildə və 1987-ci ildə Azərbaycanlılar Ermənistan ərazisindən məcburi olaraq deportasiya olunublar. Və bu deportasiya olunanlar eyni bir yerin adamları deyil. Bunlar müxtəlif ərazilərdən köçürülür. Demək, hər dəfə bir əraziyə iddia, hər dəfə 2 əraziyə iddia, 3 əraziyə iddia və beləliklə bu 4 deportasiyada biz çox bir fərqli adlarda olan əraziləri, demək, əldən vermişik. Və bunlar nəinçin insan axını idi, nəinçin insanların deportasiyası idi. Eyni zamanda sizin dediyiniz kimi, məsələn, tutaq ki, konkret olaraq Zəngəzurun Ermənistana verilməsi artıq Azərbaycanın Türkiyə ilə əlaqələrinin kəsilməsi deməkdir. Hətta Azərbaycanın Naxçıvanla əlaqəsinin kəsilməsi deməkdir. Və bu, demək, bir-birinə o qədər zəncirvari bağlıdır ki, bunu bir-birindən qopardılmış şəkildə biz izah eləyə bilmərik. Demək, bunların hamısının kökündə Azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunması idi. Şübhəsiz ki, günü bu gündə, tarixdə də həm əhali sayına görə, həm ərazi sayına görə, həm iqtisadi imkanlarına görə, həm təbii resurslarına görə, həm insan potensialına görə Azərbaycandan heç nə ilə üstün olmayan Ermənistan bir xalqı 4 dəfə deportasiya eləyə bilməzdi. Şübhəsiz ki, burada böyük dövlət rol oynayırdı və son hadisələrdə də bildik ki, bunun həmişə başında Rusiya dayanıb, həmişə bunun əsası, kökü və ideolojisi Rusiyadan gəlib. Və beləliklə türk dövlətlərinin parçalanması, bir-birinin əlaqəsinin kəsilməsi həm də bizim insanlarımızın qaçqın və köçkün olmasından nəticələnib. Amma birdən-birə bu insanların, məsələn, biz son dövrlərdə ən sonuncu Bakıda keçirilmiş, hardasa dekabr ayının əvvəllərində Bakıda bir forum keçirildi və bu forumda qayıdışla bağlı idi, insanların, qaçqınların qayıdış hüququndan bağlı idi və bu forumun keçirilməsi sizin bu dediyiniz mənzərəni o qədər aydın göstərir ki, 100 il bundan əvvəl bütün haqları əlindən alınmış insanlar bu gün Bakının mərkəzində belə bir forum keçirdilər. Dünyanın 60 ölkəsindən 100-dən artıq nümayəndə orada iştirak elədi və qoyulan mövzu nə idi? Qərbi Azərbaycanlıların öz ata-baba yurtlarına qayıtması məsələsi. İndi çoxlarına nağıl kimi görünə bilər. O sizin dediyiniz, həmən o deyirsiniz ki, Sovet dövründə siz necə düşünə bilərdiniz ki, biz Qarabağı azad eləyə bilərik? Siz necə düşünə bilərdiniz ki, biz Zəngəzur məsələsini qaldıra bilərik? Siz necə düşünə bilərdiniz ki, ölkənin birinci şəxsi, cənab Ali Baş Komandan İrəvanın tarixi Azərbaycan
şəhəri olduğunu və Azərbaycan yurdu olduğunu, Azərbaycan məmləkəti olduğunu rəsmi şəkildə bəyan elədi. Bax, biz bu mərhələyə gəlib çatmışıq və biz həm də o mərhələyə gəlib çatmışıq ki, Bakının, Azərbaycan paytaxtı Bakıda forum keçirildi. Və bu forumda əsas məsələ kimi qoyulmuşdu ki, Qərbi Azərbaycanın məcburi köçkünləri, məcburi qaçqınları, deportasiya olunmuş insanları öz doğma yurtlarına qayıtmalıdır. Və bu qayıdış populist bir çıxış deyil. Bu çoxlarına əfsanə kimi görünə bilər, amma bu beynəlxalq hüquqa oturur. Bu ümumdünya insan haqları bəyannaməsinə uyğundur. Bu qaçqınların hüquqlarının qorunması konvensiyasına uyğundur. Yəni bu insanların öz yurduna qayıtması. Bu əlbəttə ki, bəlkə də hal-hazırda mümkünsüz görünür, amma bu istiqamətdə artıq addımlar atılır və qanun deyir ki, bu mümkündür. Hüquq və qanun bizim tərəfimizdə. Azərbaycan prezidenti cənab İlham Əliyev bunu qeyd eləyəndə ki, biz öz torpaqlarımıza qayıdacağıq, biz Göyçə gölünə qayıdacağıq, biz İrəvana qayıdacağıq və bunları yox, dinc yolla, sülh yolundan və yanaşı yaşamaq prinsipində. Yanaşı yaşamaq prinsipində. Prezident İlham Əliyev məhz Qərbi Azərbaycan icmasının yeni binasının açılışını da qeyd etmişdi ki, yəni hərbiçilərimiz güc yoluyla Qarabağı azad etdiksə, bizim də indi üzərimizə düşən məsuliyyət siyasətçilərimiz, tarixçilərimiz, ədəbiyyatşünaslarımız, hüquqşünaslarımız, bu sahə üzrə hər kəs birləşməlidir, həmrəylik nümayiş etdirməlidir və biz bu qayıdışı daha da yaxınlaşdırmalıyıq. Həm də Prezident İlham Əliyev o çıxışında qeyd etdi ki, danışıqlar yolu. Bəli, mən qaçqın şəhərciliklərində olan zaman Ağcabədidə və digər bölgələrdə həmin insanlara ünvanlanan mesajlarda deyirdim. Prezident İlham Əliyev 2010-cu ildən sonraki, 2010-cu ildən əvvəlki xatirələrini danışır. 2013-cü ildə, 15-ci ildə və s. Oradakı qaçqın şəhərciyində olan insanlarla görüşümdə deyirdim ki, biz əlbəttə qayıdacağıq. Bir gün qayıdacağıq, torpaqlarımızda Novruz bayramları, yeni ilin gəlişi və digər əlamətlər, hadisələr qeyd edəcəyik. O gün mən dediyim o şeylər gəldi, bugün öz təsdiqini tapdı. Biz sülh yoluyla istəyirdik, sülh yoluyla alınmadı, amma müharibə yoluyla biz öz torpaqlarımıza qaydası olduq. Amma bugün Qərbi Azərbaycana qayıtmaq istəyiriksə, tarixçilərimiz, siyasətçilərimiz və digər sahənin adamları həmrəy olub bu məsələdə həqiqətləri deməlidir. Həm belə deyək, forumlar, həm də beynəlxalq tədbirlər nəticəsində bu çox önəmli məsələdir. Və orada siz təsəvvür eləyin ki, demək olar ki, ən müxtəlif ərazilərdən, ən müxtəlif dövlətlərdən olan nümayəndələr, demək, mənim də təmsil olduğum bir qurum oradan çox geniş reportaj hazırlamışdı və o reportajda çox aydın görünürdü ki, dünyanın hər yerində yaşayan, məhz Qafqazşünaslıqla məşğul olan insanlar, türkologiya ilə məşğul olan insanlar bu məsələni olduğu kimi bilirlər. Demək, bunu biraz da genişləndirmək lazımdır. Yəni, özümüz bilirik, biz deyirik, biz eşidirik məsələsindən bunu həll eləmək mümkün deyil. Bunu məhz dünyaya duyurmaq, dünyaya çatdırmaq və dünyada olan mütəxəssislərin, dünyada olan siyasilərin, dünyada olan beyin mərkəzlərinin bunu bilməsi vacibdir. Bilməsi vacibdir ki, bu əzəli əbədi Azərbaycan torpağıdır və tarix var, faktlar var, arxivlər var və eyni zamanda bunların arxasında dayanan bayaq adını çəkdiyim və hələ adını çəkmədiyim neçə beynəlxalq təşkilatlar var, hüquqi təşkilatlar var və bunlar beynəlxalq hüquqa oturur bu məsələ ki, biz o öz torpaqlarımıza çox sivil yolla və yenə təkrar eləyirəm ki, birgə yaşayış yolundan ona nail ola bilərik və bu əsas məsələlərdən biridir və bizim bunun üçün həm də güclənməyimiz lazımdır. Bizim həm də bunun üçün güclənməyimiz lazımdır. Təkcə iqtisadi gücümüz yox, eyni zamanda regional nüfuzumuz, eyni zamanda diplomatik uğurlarımız bizi gətirib o mərhələyə çıxarda bilər. Biz bayaq sizlə, məsələn, tutaq ki, Asiya dövlətlərindən Azərbaycanın yaxınlaşmasından danışdıq. Bu çox qlobal bir məsələdir, böyük bir gücdür və Azərbaycanı eyni zamanda çox yaxında olan iki böyük dövlətin istənilən bir, necə deyim, təhlükə deməzdim, amma bir yan baxmasından da qoruyur.
Çox müvəffəqiyyətlə qoruyur. Çünki biz Asiyaya açılan qapı ilə, yenə deyirəm, hal-hazırda dünyada çox böyük bir güc olan Çinlə artıq əlaqələnirik. Əfqanistana yolumuz açılmış olur. Digər müsəlman dövlətlərinə yolumuz açılmış olur və inteqrasiya olunuruq. Eyni zamanda onlar bir güc kimi lazım olan anda, necə ki 44 günlük Vətən müharibəsində Pakistan bizim yanımızda oldu. Bax, o şəkildə Azərbaycanın yanında olacaq dövlətlərin sayını artırır Azərbaycan dövlətinin diplomatiyası. Yəni, sənin yanında olan dövlətlərin sayının çoxalması avtomatik olaraq son nəticədə həm də sənin üçün istənilən bir qlobal təpkinin qarşısını alır. İstənilən bir qlobal təpkiyə öncə görənlik eləyir və sən artıq özünü karanta götürürsən, qələbəni, zəfərini karanta götürürsən. Çünki Azərbaycan elə bir şəkildə zəfər çaldı ki, bu istər-istəməz çox gücləri, çox dövlətləri narahat eləyir məsələn. Deyir ki, necə balaca bir dövlət bu işləri görsün və yaxud da ki, heç nə kömək istəməsin, nə müraciət eləməsin, niyə orada mənim də xeyrim olmasın deyə düşünən dövlətlər var və onlar bizə mane olurlar. Onların mane olması Ermənistanda revanşizmi çiçəkləndirir. Onlar məhz başqa necə bizə mane ola bilərlər? Eləsi var ki, okeanın o izindədir, sənə necə müdaxiləsi yoxdur. Amma onlar məhz müdaxilənin yollarını tapırlar və beləliklə sülhə mane olurlar, beləliklə Zəngəzur dəhlizinə mane olmaq istəyirdilər, beləliklə Ermənistanda məsələn rəqib dövlət kimi revanşizmi daha da inkişaf elətdirirlər və beləliklə bunlar bizə mane olurlar və bunun hamısı bizim zəfərimizin həzm olunmamasıdır. Və zəfəri həzm eləməyəndə istər-istəməz belə məsələlər çıxır. Amma biz Azərbaycanın iqtisadi, siyasi, diplomatik, mədəni əlaqələrini genişləndirməklə, arealı böyütməklə bu vəziyyətdən daha diri çıxırıq. Natəman xanım, artıq verilişimizin sonlarına yaxınlaşırıq. Studiyamıza gələrkən də siz özünüzlə bərabər yazmış olduğunuz əsəri kitabı da bugün bizə nümayiş etdirmək üçün və tamaşaçılarımıza göstərmək üçün gətiribsiniz. İstərdim sonda o barədə fikirlərinizi eşidək. Çox maraqlı və simvolik bir ad seçibsiniz. Açar və Açar əsərinin, yəni bildiyim qədər, yəni roman adlandırmaq olar bu janrda yazılan əsəri. Mən müəyyən bir səhifələrini ən azı vərəqlədim və orada tanış olarkən diqqətimi çəkən özəlindəki sonluqdakı bir məqam oldu ki, Qarabağdan Zəngəzura, Zəngəzurdan İrəvana, İrəvandan Təbrizə və Dərbəndə gedən yol sanki bir təsvir olunub. Maraqlı bir yol xaritəsidir. Əslində hər zaman Azərbaycanın o dövrkü tarixçiləri, siyasətçiləri, milli qüvvələri təşkil edən böyük kəsim bu düşüncədə olub ki, biz bütöv Azərbaycan olmalıyıq, bütöv Azərbaycan, bütöv Türk dünyası xəyalını gerçəkləşdirməliyik. O zamanlar xəyal olanlar bugün gerçəkliyə çevrilməkdədir. Regiondakı siyasət, Azərbaycanın mövqeyi, Türk Dövlətləri Təşkilatı daxilində atdığımız addımlar və ümumiyyətlə Türk dövlətlərinin bizim yanımızda olması, 44 gün Vətən savaşı və bugünə qədər yaşananlar o zamanında arzu etdiklərimizin həqiqətdə öz əksini tapmağını göstərir. Əslində bunun özü də bir möcüzədir. Yəni haradan gəldik, hara çıxdıq və nə edirik, nələr baş verir. Yəni bunun özü möcüzəvi bir hadisələrin içərisindəyik bugün və Açar adı, simvolik ad seçməyiniz, o diqqət elədim, həm də 2013-cü ildən sonra da yazdığınız 2013 və ondan sonraki dövrləri əhatə edən yazılarınız, məqalələriniz orada var. Yəni 2013-cü ildə bu qədər arzuları gerçəkliyə çevriləcəyinə inanmaq, əsərdə təsvir etmək, sonluğu bu cür bitirmək. Adətən deyirlər ki, qadınların belə deyək, hissləri daha qüvvətli olur. Kişilərə nisbətən müqayisədə qadınların hissləri qüvvətli olur. Siz həmin o hissləriniz əsasında mı bunu yazdınız, yoxsa bilmədiyimiz başqa bir məqamlar da var, xüsusilə bölüşmək istədiniz? Mən çox özəlliklə o məqamı öyrənmək istəyirəm və ümumiyyətlə əsər barədə fikirlərinizi eşidərik. Çox təşəkkür edirəm və mən sevinirəm ki, sizin əməkdaş mənlə danışanda demişdi ki, siz kitabı da özünüzlə götürərsiniz və elə doğrudan da yadımdan çıxmadan kitabı gətirməyim tam yerinə düşdü. Redaksiyada da əməkdaşlar bəzi yerləri elə mənim özümə də göstərdilər. Deyəsən kimsə dedi ki, burada hətta işarə də eləyib o siz dediyiniz məqamları. Ya siz elə işarə eləmişsiniz. Demək, bu çox üzr istəyirəm. Bu bir bədii əsərdir. Amma elə bir bədii əsərdir ki, hətta sizdə belə təsəvvürlər yaranıb ki, olmuş hadisələrin olduğu kimi. Bəli. Demək, bu belə bir kitabdır, romandır. Açar hissəsi, işarəsi
Açarın demək yuxarı bunu hissəsi, Zəngəzura gedən yol çox maraqlıdır. Yəni bu kitabın nəşri üçün də mən bu nəşriyyata çox dərin minnətdarlığımı bildirirəm. Demək, Təhsil nəşriyyatı bu kitabı çap eləmişdi. Qafar Sarıvəlli rəssam bu kitabın rəssamıdır. Çox gözəl də bir gözəl bir tərtibat verib və burada demək sizin dediyiniz kimi o qədər bədii əsər olmaqla bərabər, roman olmaqla bərabər eyni zamanda elə bir hadisələr var ki, Azərbaycanın özü var, Azərbaycanın tarixi var, Azərbaycanın mərhələ-mərhələ 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, zəfər var burada və bir çox tənqidçilərin və ədəbiyyatşünasların dediyi kimi həm də kifayət qədər burada kod açarlar var və onlardan biri oydu ki, əsərin qəhrəmanlarından biri Qaçqın Qoca, bir qaçqın olduqları dövrdə evin, tövlənin, həyət qapısının, hamısının açarlarını, qapını bağlayıb və açarları özünlə götürüb və əsərdə göstərilir ki, Qaçqın Qoca arvadının sənin bəzək kostyumun dediyi pencəyinin cibində saxlayırdı bunları. Hətta bir yana gedəndə bu açarları götürüb, amma qaydanda yeni yerinə qoyurdu. O vəsiyyət eləmişdi ki, birdən mən yurtlarıma qayıda bilməsəm, siz qayıtsanız, onda bu açarlarla bizim bağlı qapını açarsınız, mən o açarın səsini eşidəcəm. O qıfılı açan açarın səsini eşidəcəm. Və bunlar əlbəttə ki, 44 günlük Vətən müharibəsindən, zəfərdən sonra yurtlarına qayıdırlar. Amma bir dənə qapı, bir dənə qıfıl tapa bilmirlər ki, atanın vəsiyyətini yerinə yetirsinlər. Bir qıfıl tapsınlar ki, onu açsınlar, ya açmasalar da heç olmasa açarı qıfıla vursunlar ki, səsə çıxsın. Çünki hələ 2013-cü ildə müharibənin qeydləri. Və 15-ci ildə artıq bu çap olunmuşdu Ədəbiyyat qəzetində. Təsəvvür edirsiniz. Belə olacaq, prosesdə müharibə olacaq. Və orada deyir ki, ata demişdi ki, siz həmin qapını açarla açanda mən hətta qəbirdə də olsam o səsi eşidəcəm. Və bu ailəyə həyəcan verirdi. Onlar axtarır, bir paslı açar qıfıl tapırlar və bu açarla onu açmağa çalışırlar. Ən azı onun səsini çıxardırlar və təskinlik tapırlar ki, baba qəbirdə bu səsi eşitdi. Və o əsərin sonunda sizin işarə elədiyiniz həmən yer var. Deyir ki, bir an belə qaldıqdan sonra Aydın Yaqutu buraxmadan biraz aralıda dayanan Kənanı əlinin işarəsi ilə çağırdı. Dedi ki, gəl bir türkçülər demiş, sənə sarılım. Azərbaycan üçün qara qızıl Qarabağın qızıl açarı ola bilər deyə açarı gətirib qıfıla açdın. Daha nə istəyirsən? Kənan Aydına tərəf gələrək gülümsündü. Tapdıq da Kənana baxaraq, gənc alimin zəkasına bərəkallah, hələ professor deyənlər də olacaq. Professor necə deyirdi? Qarabağın açarı, Qarabağ özü açar olacaq. Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə. Kənan eyni gülümsər və həm də qayğılı gözlərlə baxaraq yavaş səslə dedi. İrəvanın qapıları, Dəmir qapı Dərbənd, hələ Təbriz var. Çox gözəl sonluqdur, yəni çox möhtəşəm əsərdir. Yəni bu əsərdə o qədər duyğu dolu, həyəcanlı məqamlar, insanın tüklərini biz edən həssas məqamlar, nöqtələr var ki, yəni o dövrdə bu hadisələri görmək, işıqlandırmaq, yazmaq özü bir başqa bir möcüzədir. Yəni olduqca diqqət çəkən məqamlar var. Yəni bu əsəri gətirdiyiniz üçün mən çox təşəkkür edirəm. Sonda buyurun, nəsə demək istəyirsinizsə? Heydər, sonda Media Türk kanalına təşəkkürümü bildirirəm və bugün həm də müəllim kimi bir qürur keçirdim. Çünki Heydər, sən bizim tələbəmiz olmuşdun. Bizim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində və bugün öz tələbəsinə müsahibə vermək, özü də belə bir geniş miqyasda müsahibə vermək, inanın ki, həyatıma yazılan bir gün oldu bugün. Çox sağ olun, sizin rəhbərlik sağ olsun və dinləyicilərimiz, tamaşaçılarımız sağ olsun ki, bizə axıra qədər dinlədilər. Çox sağ olun Natəmə xanım. Mən də sizə bu gözəl sözlərinizə, diqqətinizə, münasibətinizə, səsləndirdiyiniz fikirlərə görə ayrıca təşəkkür edirəm. Mənim üçün də çox xoş oldu ki, zamanında
laboratoriyada belə dərs deyibsiz, belə çıxışlarınız olub bir müəllim kimi bizə öz həyat təcrübələrinizi, fənlə bağlı tədris etdiyiniz metodika ilə bağlı fikirlərinizi, yəni eşitmişik, sizdən öyrənmişik, bu yola gəlib çıxmışıq, bu günə qədər irəliləmişiksə, burada bu gün əyləşmişəmsə, həm də sizin kimi müəllimlərimizə borcluyuq və buna görə ayrıca təşəkkür edirəm bu gözəl sözləriniz üçün. Həm də studiyamıza gəlib verilişimizdə iştirak etdiniz. Bir daha minnətdarıq. Sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun. Belə, dəyərli izləyicilərimiz, gündəm masada verilişinin həftənin şənbə günü olan canlı yayın buraxılışı yekunlaşır. Dəyərli qonağımız studiyamızda filologiya üzrə fəlsəfə doktoru, siyasi şərhçi, jurnalist Natəvan xanım Dəmirçioğlu ilə birgə regionda, ətrafımızda baş verən bir çox mühüm hadisələri təhlil edib. Dəyərli, təbii ki, qonağımızla bərabər fikirlərimizi səsləndirib, gerçəkləri söyləməyə çalışdıq. Yayımızı sonadək izlədiyinizə görə ən əsası da həftənin şənbə günü bizə vaxt ayırıb canlı yayımızda Mediatürk televiziyasında bu məqamlarla bağlı səsləndirdiyiniz fikirlərə şahidlik etdiyiniz üçün təşəkkür edirik. Mütləq yeni qoşulan izləyicilərimizə və sona qədər bizimlə olan tamaşaçılarımıza təşəkkürümüzü bildirərək ənənəvi ricamızı xatırladırıq. Yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, daim danışdığımız mövzuları daha geniş auditoriya izləyə bilsin. Bugünlük bu qədər deyirik. Sizə xoş həftə sonu arzu edirik. Növbəti günlərdə digər efirlərlə görüşmək ümidi ilə studiyada sizin qarşınızda Heydər İsmail oldu. Sağ olun, sağlıqla qalın. Kəlbəcərdən süfrənizə ən keyfiyyətli balı, Kənd Babanın balını gətirmişik. Kənd Baba balında dağ havası, çiçək qoxusu, bulaq saflığı var, güc var, enerji var, 30 illik həsrətin sonu var. Zərif və estetik qablaşdırması ilə süfrənizin şah qonağı, Azərbaycan brendi. Kənd Baba, Qida Təhlükəsizlik Agentliyinin rəsmi sertifikatı ilə heç bir əlavə qatqı və süni dadverici tərkibi olmadan Kəlbəcərin ecazkar təbiətindən birbaşa süfrənizə, Kənd Baba unikal dad və rəqibsizlik zəmanəti. Sözünüzü Kəlbəcər balı ilə kəsirik. Siz də dadın, görün kəsilməyə dəyərmi?